Salam, hörmətli və dəyərli izləyicilər. Bugün biz yenə bir kiçik bir informasiya öyrənməyə çalışacağıq və çalışacağım qısa bu videolar ərzində biz daha çox informasiya əldə edək, imtahan qabağı nəsə bir fikirlər beynimizdə formalaşsın. Və mütləq mən keçən mövzularda dedim ki, mütləq şəkildə dərsin hər videonun sonunda nə öyrəndim sualını mütləq özünüzə verin və bir yeri yazın mütləq şəkildə. Bunu davamlı eləyin, nəticəsini görəcəksiniz. Deməli, bugünkü deyək ki, sxem deyək, cədvəl deyək, ərazi, müəyyən bir ərazidir, faydalı qazıntı və yerləşdiyi ölkə ki, hansı ölkədə yerləşir. Deməli, birinci Appalaç dağları. Appalaç dağları yerləşir Şimali Amerika materikində və qədim dağdır. Qədim dağ Kaledon və Hertsin qırışıqlığı, bu iki qırışıqda deyək ki, əmələ gəlib. Qədim dağdır. Qədim dağ olduğu üçün müəyyən zaman daxilində, müəyyən illər keçcə parçalanaraq xarici qüvvələrin təsirində, ekzogen qüvvələrin, küləyin, suyun, buzlağın, günəşin təsiri nəticəsində parçalanaraq hündürlüyü azalmışdır və ən hündür zirvəsi də deyək ki, Mitchelldir, 2037 metr və dövlət olaraq yerləşir ABŞ, Amerika Birləşmiş Ştatlarının ərazisində və qədim dağ olduğu üçün burada deyək tektonik proseslər yoxdur, yəni vulkan zəlzələ baş vermir. Çünki burada tavalanın toqquşma zonasından kənarda yerləşir, həm də qədim dağdır. Burada qədim dağ olduğu üçün ümumiyyətlə burada dəmir fezi var, faydalı qazıntı. Dəmir fezi filiz faydalı qazıntıdır. Filiz faydalı qazıntı olmasının səbəbi burada maqmatik suxurların bol olmasıdır ki, buna görə burada dəmir fezi var. Dəmir fezi deyək ki, şərti işarəsi üçbucaq, içi qara formadadır. Mütləq bu şərt işarələrdə düşür, ona görə bilməyimiz vacibdir. Və bir də daş kömür. Daş kömür ehtiyatları da var. Daş kömür ehtiyatları da zəngindir. Daş kömürün isə şərt işarəsi düzbucaqlı və içi qara formadadır. Və Appalaç dağlarında həm dəmir fezi, həm də daş kömür ehtiyatları zəngindir, yerləşdirir ki, ABŞ-dır. Sonra növbəti keçirik Qərbi Sibir ovalığı. Qərbi Sibir ovalığı yerləşir Rusiya Federasiyasının ərazisində. Qərbi Sibir ovalığı, ovalıq deyildiyi üçün ovalıq çökmə mənşəli suxurlardır. Çökmə mənşəli suxurlar olduğu üçün burada neft və qaz faydalı qazıntılar zəngindir. Neftin şərt işarəsi üçbucaq, içi dolu, incə üçbucaq. Qazın şərt işarəsi isə incə üçbucaq, içi boş. Bu qazın şərt işarəsidir və neft və qaz da zəngindir. Çünki çökmə mənşəli suxurlarla zəngindir. Növbəti Ural dağları. Ural dağları da qədim dağlardır. Kaledon Hertsin qırışıqlığına əmələ gəlmişdir. Paleozo erasına aiddir və burada heç bir deyək ki, tektonik proseslər, vulkan zəlzələ baş vermir. Həm tavalanın toqquşma zonasının kənardadır, həm də qədim dağdır. Müəyyən illər keçcə xarici qüvvələrin təsirinə parçalanaraq, aşınaraq hündürlüyü azalmışdır. Ən hündür zirvəsi 1895 metrdir və burada yerləşir Rusiya Federasiyası ərazisində və deyək ki, orada zəngin olan dəmir fezidir. Yenə deyirik ki, dağlar maqmatik suxurlar üstünlüyü təşkil etdiyi üçün filiz faydalı qazıntılardan dəmir fezi zəngindir. Dəmir fezinin şərt işarəsi buradadır. Sonra dedik, növbəti keçir Qviyana yaylası. Qviyana yaylası Cənubi Amerika materikində yerləşir. Şimal yarımkürəsindədir. Venezuela əsasən ərazisinə düşür. Qviyana yaylası adından göründüyü kimi yaylı olduğu üçün deməli denudasyon düzənlikdir. Denudasyon düzənlikdir və yaylı olduğu üçün burada kristalik bünövrələr yer səthinə yaxın olur. Kristalik bünövrələr yerin də platformanın qalib quruluşundakı maqmatik suxurlardır ki, o da yer səthinə yaxın olur və Qviyana yaylasından yerləşir Surinam, Braziliya, Guyana, düzdür, üzr istəyirəm, bayaqlarım Venezuela dedim, yanlışlıq oldu. Deməli, Surinam, Braziliya, Guyana ölkələrində yerləşir Qviyana yaylası. Əsasən boksit çıxarılır. Boksit, alümnit, nefelin, boksit. Bunların hər üçündən alüminium əldə olunur və
Boksit ehtiyatları, boksitin işarəsi də bu formadadır. Kənarları da qaradır. Bu olur boksitin işarət işarəsi. Alüminium nefelin boksit hər üçünün işarət işarəsidir. Və boksit adətən alüminium almaq üçün istifadə olunur. Boksit ehtiyatlarının bir xüsusiyyəti var ki, çıxarılan yerlərdə, çıxarılan məsələn ölkələrdə emal olunmur. Bunun müxtəlif səbəbləri var. Birincisi, həm deyək ki, böyük elektrik enerjisi tələb edir. Yəni boksit, alüminium nefelin, boksit hər üçünün alüminium almaq üçün böyük enerji tələb olunur və böyük enerji tələb etdiyi üçün çıxarılan yerlərdə yox, daşınaraq enerji daha çox olan ölkələr, enerji ehtiyatlı zəngin olan ölkələrdə alüminiuma çevrilir. Ona görə boksit ehtiyatları adətən çıxarıldığı yerlərdə yox, alüminium, daha doğrusu elektrik enerjisi bol olan ölkələrdə alüminiuma çevrilir, emal olunur. Diqqətiniz üçün təşəkkür edirəm. İnşallah ki, nəyisə öyrənmiş oldunuz və sonda nə öyrəndim refleks etməyiniz vacibdir. Diqqətiniz üçün təşəkkür edirəm.